Salam, hər vaxtınız xeyir. Bugün həmişəyaşıl bitkilərdə bu mövsümdə rast gəlinən göbələk xəstəliyi haqqında video çəkəcəyik. Gördüyünüz kimi xəstəliyin simptomları görünür. Bunun üçün lazım olan vasitələr sistematik fungisit və yaxud da kontakt fungisit lazımdır. Sistematik fungisit bitkinin daxilinə təsir edir və daxilində olan bütün bakteriyalar, göbələk xəstəliklərini öldürür. Kontakt fungisit isə sadəcə olaraq profilaktik tədbir üçün istifadə olunur. Dərman hazırlandıqdan sonra bu formada bütün yarpaqlar çimizdirilməlidir. Həm arxa hissəsi, həm ön hissəsi. Əgər video sizin üçün faydalı oldusa, zəhmət olmaz kanalımıza abunə olub videonu dostlarla paylaşın. Sizin dəstəyiniz bizim üçün önəmlidir.